Və həmçinin bu hədisdə əsas faydalardan birisi də qədər məsələsidir. Ona görə İmam Buxari rahimehullah bu hədisi həm də hansı bölümdə nəql edib? Bəbun fil qadar. Qədər bölümündə, qədər barədə ayrıca bir kitab, bölüm açır və həmin bölümü, həmin kitabı Abdullah ibn Məsudun bu rəvayəti ilə başlayır. Çünki bu hədis göstərir ki, uşaq ana bətnində ikən artıq onun qədəri təyin edilib. Onun ruhusu, onun əcəli, onun əməli xoşbəxt və ya bədbəxt olacağı. Müxtəsər olaraq desək, qədərin rukunları 4-dür. Bu barədə biz əqidə dərslərində geniş danışmışıq. Müxtəsər olaraq desək, qədərə iman 4 şeyə imanla tamamlanır. 1. Müsəlman etiqad edir ki, Allah Azza və Cəllə kainatı yaratmamışdan öncə var olacaq hər şey bilirdi. Allah elmi ilə hər şeyi əhatə edib. İkinci, bütün bunları yazdığına iman etmək. Allah Azza və Cəllə məxluqatı yaratmamışdan öncə onların qədərini yazmışdı. Üçüncü, olacaq hadisədə müsəlman etiqad edir ki, nə olursa Allahın istəyi ilə olur və dördüncüsü, olan hər şeyi xəlq edən, yaradan kimdir? Allah. Həm insanın özünü, həm də onun əməllərini. Çünki varlıq aləmində Allahdan başqa xaliq yoxdur. Hətta insanın əməllərini belə yaradan Allah Azza və Cəllədir. Və bu qədərin 4 ruknundan ikincisi hansı idi? Yazıya iman. Və bu yazının özünün də mərhələləri var. Onlardan birincisi hansıdır? Əzəli təqdir, əzəli yazı. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah Azza və Cəllə göyləri yeri yaratmadan 50.000 il öncə qədəri yazıb. Məxluqatın qədərini. 50.000 il öncə. Bu əzəli olan yazıdır. İkinci mərhələ hansıdır? Ömürlük olan yazı. Bu hədisdə qeyd olunan. Ömürlük olan yazı. Yəni uşaq ana bətnində ikən onun qədərinin mələklərin səhifələrində yazılması. Buna deyirlər nə? Ömürlük yazı. Və həm də üçüncüsü illik yazı. O da Qədir gecəsində baş verir. Və bəzi alimlər deyirlər ki, elə o gecənin Qədir adlanmasının səbəbi də budur. Qədir, yəni qədər gecəsi. Yəni illik qədərin təyin edildiyi gecə. Allah Azza və Cəllə buyurur ki, Hamim vəl kitabil mubin. Hamim, and olsun, açıq aşkar bu kitaba. İnna ənzəlnahu fi leylətin mübarəkə. Biz onu mübarək bir gecədə, bərəkətli bir gecədə nazil etmişik. Hansı gecədə? Qədir gecəsində. Fihə yufraqu kullu əmrin hakim. Həmin gecədə hər bir hikmətli iş ayırt edilir. Bir illik qədər təyin edilir. Ona görə o gecəyə deyilir Qədir gecəsi. Yəni qədərin təyin edildiyi gecə. Və ümumiyyətlə, təbii ki, burada çox suallar çıxa bilər. Qədərlə əlaqəli. Necə ki, Abdullah ibn Məsud radiyallahu anhu bu hədisi nəql edəndə artıq insanlarda bu sual çıxmışdı. Ona görə Huzeyfəyə gəlib nə deyirlər? Deyirlər, İbn Məsud deyir ki, bədbəxt elə anasının bətnində bədbəxt olandır, xoşbəxt elə anasının bətnində xoşbəxt olandır. Təbii ki, Allah tərəfindən qədərin təyin edilməsi, insanın qədərinin yazılması, o demək deyil ki, insan etdiyi əməllərə məsuliyyət daşımır. Bir insan deyə bilər ki, mən bunu anlaya bilmirəm. Bu necə olur? Həm deyirsən qədər təyin edilib, Allah tərəfindən yazılıb, həm də deyirsən insan məsuldur. Bu necə olur? Cavab, bu olur. Amma necə olur bunun sən tərəfindən bilinməməsi, bu o demək deyil ki, bu olmur. Yəni nə mənada? Yəni qədər həm Allah tərəfindən təyin edilir.
Bunun müqabilində insan öz əməllərinə də cavabdehdir. Bu belədir. Ruzunu verən kimdir? Allah. Lakin o ruzunu əldə etmək üçün səbəbləri də təyin edən, təqdir edən Allah deyilmi? Elədir. Onda nə üçün insan ruzu barədə qədərə dəlil gətirib, səbəblərdən yapışmadan evində oturmur? Niyə? Niyə hərəkət edir? Niyə çalışır? Çünki bilir ki, hətta bilsə ki, etiqad etsə də ki, o ruzunu və ruzunun səbəblərini təyin edən Allahdır, yenə də heç bir aqil insan tənbəl-tənbəl oturmur. Ona görə Allah Azze və Cəllə buyurur ki, Əlif, Lam, Mim, Zəlikəl kitabu la raybə fi hudən lil muttaqin. Əlif, Lam, Mim, bu kitabda heç bir şübhə yeri yoxdur. Və o müttəqilər üçün nədir? Hidayətdir. Kimlərdir müttəqilər? Əl-ləzīnə yu'minunə bil-qayb. Fikir ver. O kəslər ki, qeybə iman edirlər. Baxın, bu, yəni, hər bir müsəlman bunu başa düşməlidir. Xüsusən indiki dövrdə. Çünki indiki dövrdə istər Azərbaycanda, istər qonşu ölkələrdə, hətta ərəb dünyasında bu ateistlərin, deistlərin, bu din düşmənlərinin yaydıqları şübhələr çoxdur. Və onlar bəzən bu cür şübhələrlə gəlirlər və o şübhələrdən birisi də qədər məsələsidir. Lakin bu, bugünə xas şübhə deyil, bu daim olub. Hətta hədisin ilk ravisi İbn Məsud belə bununla qarşılaşıb bu hədisi nəql edəndə. Görürlər ki, insanlar ona birtəhər baxır. Ona görə Huzeyfə bu hədisi nəql edəndə deyir ki, Allaha and olsun ki, 2 qulağımla bunu mən Allah Rasulundan eşitdim. Bu cür təkid edir. Lakin şeytan nə etdiyini bilir. Adi bir misal verəcəm. Baxın, insanın sahib olduğu ruh. İnsan bu barədə nəsə bilir. Demək olar, heç nə bilmir. Ruh necə ruh sahibidir? Ruh onu necə tərk edir? Bu ölüm necə baş verir? Bu yuxu necə baş verir? Bunu bilmir. Gör, şeytan bu yöndə ona bir vəsvəsə verir. Verir, vermir. Vəsvəsə vermir. Niyə? Çünki burada vəsvəsə veriləcək bir şey yoxdur. Yəni, şeytan üçün qazanacağı bir şey yoxdur, bir fayda yoxdur. Ona görə insanda sual yaranmır. Bu necə olur, nətər olur? Bu suallar yaranmır. Niyə? Çünki şeytan bu yöndən ona heç vaxt vəsvəsə verməyib. Niyə? Çünki faydası yoxdur. Amma qədər barədə gör nə qədər vəsvəsə gəlib. Hətta sahabə dönəmindən, ona görə Allah Resulü Aleyhisselatü Vesselam'dan nə qədər hədislər varid olub ki, ümmətimdən insanlar çıxacaq, qədər barədə danışacaqlar. Nə qədər hədislər varid olub. Və Allah Resulü Aleyhisselatü Vesselam belə olacağını demişdi. Niyə? Çünki burada insanları haqdan azdırmaq üçün küfrə qapı olacaq çox şeylər var. Ona görə. Və hətta maraqlı bir şey qeyd edeyim. Biz İmam Əhmədin usul-i sünnəsini keçəndə orada görün İmam Əhməd rahimehullah bu məsələyə necə toxunur? Hətta bu hədisə. İmam Əhməd rahimehullah qədər barədə danışanda usul-i sünnədə deyir ki, Əl-imanu bil-qədəri xayrihi və şərrihi və təsdiqu bil-əhadisi fihi vəl-imanu bihə. Həmçinin sünnənin üsullarından birisi də nədir? Qədərin xeyrinə, şərinə iman etmək və qədər barədə varid olan hədisləri təsdiqləmək. Lə yuqalu limə və lə keyf. Və qədər barədə varid olan bu hədislər barədə deyilməz ki, necə, nə üçün? Bu cür suallar verilməz. İnnəmə huvət təsdiq vəl-imanu bihə. Bu yalnız təsdiqdən ibarətdir. Bu hədislər necə gəlib? O cürdə qəbul olunur. Və mən ləm ya'rif təfsirəl hədis və yəbluğhu aqluhu. Kim ki bu mənada olan hədislərin təfsirini, təvilini başa düşməsə, ağlı bunu dərk eləməsə, fikir verin, İmam Əhməd rahimehullah görün nə deyir? Yəni İmam Əhməd rahimehullah özü etiraf edir,
Özü deyir ki, ola bilsin bir insan gəlsin, bu mənada olan hədisləri eşitsin və desin ki, mən bu hədisləri dərkiləyə bilmirəm, başa düşə bilmirəm. Bu ola bilər, ola bilər. Ona görə bunu qeyd edir. Deyir ki, kim ki bu mənada olan hədisləri anlaya bilməsə, dərk eləyə bilməsə, fəqad kufiyə zəlikə və uhkimə ləhu fəaleyhil imanu bihi və təslimu ləh. O bu hədislərlə kifayətlənməlidir. Təslim olmalıdır və iman etməlidir. Fikir verin. Mislu hadisi sadiq vəl-məsduq. Əs-sadiq vəl-məsduq hədisi kimi. Biz İmam Əhmədin usulü sünnəsində götürmüşdük bunu. İmam Əhməd rahimehullah özü bu hədisi qeyd edir. Deyir ki, Abdullah ibn Məsudun rəvayət elədiyi Əs-sadiq-il-məsduq hədisi budur. Və sonra deyir ki, və qədər barədə varid olan digər hədislər. Ola bilər. Ona görə İmam Təhavi rahimehullah deyir ki, qədər Allahın sirridir. Çünki Allah Azza və Cəllənin elmi ilə əlaqəli olduğuna görə. Ümumiyyətlə, qədərə iman Allah Azza və Cəlləyə imana daxildir. Çünki bir insanın Allaha, Allahın ad və sifətlərinə imanı kamil olsa, qədərə imanı da kamil olacaq. Çünki qədərə iman bir növ Allahın elminə, Allahın təqdirinə, Allahın iradəsinə, Allahın yaratma sifətinə iman etmək deməkdir. Ola bilsin, kiminsə ağlı dərkləyə bilməsin, başa düşə bilməsin. Bu təbiidir. Niyə? Əl-ləzīnə yu'minunə bil-ğayb. Çünki onlar qeybə iman edirlər. Bu dində, qardaşlar, qeybə iman deyiləsi bir şey var. Əgər bu olmasaydı, bu şeylər olmasaydı, onda heç bir imtihan olmayacaqdı. Hər şey aşkar olsaydı, onda imtihan olmayacaqdı. Onda imanla küfür ortaya çıxmayacaqdı. Başa düşürsünüz? Görürsünüz, Allah Azza və Cəllə Quranda buyurur ki, biz bu Quranı nazil etmişik. Quranda bəzi ayələr möhkəm, bəzi ayələr nədir? Mutaşabihdir. İndi sual, niyə Allah Quranda bəzi ayələri mutaşabih edib? Və imtihan məqamı budur. Əgər Quranda təşabih olan, yəni möhkəm olmayan, biraz yozuma, biraz izaha ehtiyac duyan ayələr varsa, sünnə də necə? Yəni Allah Azza və Cəllə istəsəydi dini belə etməyə bilərdi, etməyə bilərdi. Allahın muradı belədir. Çünki imtihan məqamı budur. İmtihan məqamı budur. Yəni məsələn mən burada olan insanların mənə olan güvənini sınamaq üçün ovucumun içində bir şey tutum və deyim ki, məsələn burada filan bir şey var. Hə? Qızıl, gümüş. Təsdiq edirsən ya yox. İnsanın güvənini yoxlamaq üçün. Tutaq ki, Əli dedi ki, hə. Vəli dedi yox. Bu imtihan məqamı sayılır ya yox? Sayılır. Niyə? Çünki əlimdəkinin nə olduğunu görmürlər. Amma əlimdəkinin nə olduğunu bilirlər ya yox? Bilirlər. Nə ilə? Mənim dilimdən. Yəni, götürdükləri məlumat yalnız mənim dilimdir. İmtihan nə imtihanı idi? Güvən imtihanı deyildi. Elə ona görə imtihandı da. Ona görə adlandı nə? Güvən. Çünki mən xəbər verirəm ki, əlimin içində filan şey var. Görüm, kim mənə güvənir? Kim mənə inanır? İmtihan budur. Yoxsa mən əlimi açıb, ovucumun içindəkini göstərsəm, bunu hamı görsə, burada imtihan var. Burada sənə güvənən, güvənməyən, sənin ən qatı düşmənin belə, heç burada sual verməyə ehtiyac yox. Çünki hər şey ortadadır. Artıq əlimi açmağımla imtihan getdi. İmtihan o zamandır ki, əl bağlıdır. Görmürsən, amma bilirsən. Qeybə iman belədir. Və bunu sənə deyən bir bəşər deyil. Allah və Rasuludur. Aydındır. Və qədərə iman da eyni ilə bu cür.